varmı bu ayət ki, desin ki, biz hər şeyi imamda cəm elədik və hər şeyin açıqlamasında imamda verdik? Bəli. Niyə? Çünki zaten başda nə dedik biz? Quran nədirsə, Əhl-i Beytdə odur, əziz qardaşlar. Əhl-i Beyt haqqında Allah Subhanahu və Teala Yasin surəsinin 12-ci ayəsində buyurur: "Və kullə şeyin əhsaynahu fi imamin mubin." Biz hər bir şey, yəni sənin ağlına gələn və yaxud da gələ bilməyən hər bir şey bir imamda cəm elədik. Açıq aydın Quranda deyirəm bunu. Yasin surəsinin 12-ci ayəsində. Yəni Quran nədir? Hər şeyin bəyanı, hər şeyin açıqlaması o kitabda var. Eyni şəkildə imam və Əhl-i Beytdə odur. Ona görə də bu iki şey bir-birindən nə fərqlənməyəcək, Peyğəmbərin dediyi kimi, nə də bir-birindən ayrılmayacaq. Ta ki, hovuzda Peyğəmbərə qovşana qədər. Üçüncü müqayisə. Ən doğru yola yönəldən kimdir?